Qəbul 2025 birinci qrup sualıdır. Sualımız zamanla asılı qrafikinə əsasən harmonik rəqs edən cismin təcili amplitud qiymətini hesablayın. Mexaniki rəqslər və dalğalar mövzusuna aiddir testimiz. Gəlin təcilin amplitud qiymətini yazaq. AM bərabərdir omega kvadratı xm yerinə yazarıq. Omeganın yerinə 4 pi kvadratı xm bölünsün t kvadratı. Bərabər qoyuruq. 4 vurulsun pi 3'tür, kvadratı 9 edir. Xm amplituddur. 0,8 0,8 bölünsün. Period isə bir tam rəqsə sərf olunan zamandır. Yəni bir tam rəqsimiz 4 saniyədə bitir. Deməli periodumuz 4'tür. 4'ün kvadratı 16. 4 16 ixtisar gedər. Aşağıda qalar 4. Cavabımız edər 1,8 metr bölünmüş saniyenin kvadratı. C variantı.